Davam edirik. Lənkəranda 12 minə yaxın arı ailəsi qışlama mərhələsinə daxil olub, amma bu dövr çətin keçir. Ötən ilə müqayisədə arılar arasında ölüm halları azalsa da yenə də itkiləri var. Hava şəraiti, xəstəliklər, yem ehtiyatının azlığı öz işini görür. Ətraflı süjetdə. Havaların qeyri-sabit keçməsi arıları çaşdırıb. Qışı pətəkdə keçirməli olduqları halda bir hissəsi hazırda da işləyir. Bunun isə nəticəsi heç də yaxşı olmur. Əgər anidən hava dəyişərsə, arıların tələf olmasına və yaxud da ərazidən uzaqlaşmasına səbəb olacaq. Beləliklə, arılarda azalma müşahidə olunur. Həmçinin arılar arasında xəstəliyin yayılması da baş tutur. Arıçılıq təsərrüfatlarında ən geniş yayılan varatoz xəstəliyidir. Varal genələrinin törətdikləri bu xəstəlik arıların immun sistemini zəiflədir və ölümünə səbəb olur. Qış aylarında hava xoş keçdiyinə görə arılar süfrə yetişdirir. Süfrə yetişdirdikdə isə daxili enerjilərindən istifadə edirlər və eyni zamanda varroa gənəsində inkubasiya eləmiş olurlar. Bu gənənin artmasına səbəb olur. Müalicə çox çətindir. Yəni sülfət dövrü nə qədər olursa, bu varroa gənəsini tam sıfırlamaq olmadığına görə arı ölümləri baş verir. Ona görə də çalışırıq ki, biz yay aylarında arıların, yəni ana arını hər bir ailədə izolyasiya edirik. Bütün varroa artıq arıların üzərində olur. Bunu da ki, dərmanlama ilə, ya kimyəvi dərmanlar, ya orqanik turşularla təmizləyirik. Astaralı arıçılar xəstəliklərin yayılmasının əsas səbəblərindən birinin də arıçılıq təsərrüfatlarının nizamsız köçü olduğunu deyirlər. Bunun qarşısını almaq üçün müvafiq icra orqanlarından kömək istəyirlər. Əgər biz müalicə eləyiriksə, arımız sağlamdırsa, ətrafımızda olan sıradan bir arıxana təzədən yoluxmaya səbəb olur və bu təzədən bizim bütün xərclədiyimiz o dərmanlama işlərinə qoyduğumuz vəsait boş yerinə gedir. Təcrübəli arıçılar bu günlərdə arıların yem ehtiyatına da nəzarət edirlər. Əks halda arı ailəsi ölümə məhkumdur. Noyabr, dekabr, yanvar aylarında əsas ölüm faizi olur. Bu da qışa hazırlıqla bağlı çox arıçıların təcrübəsiz olmasıdır. Yəni onlar qışa hazırlığı düzgün aparmadıqlarına görə dezinfeksiya, sonra yemləmə qaydalarına, saxlama qaydalarına əməl etmədiklərinə görə bu arı ölümləri baş verir. Nə qədər çətinlik olsa da, mütəxəssislər arı ailələrinin əksəriyyətinin yaza sağ çıxacaqlarını düşünürlər. Yekun vəziyyət isə martda bilinəcək və uyğun tədbirlər görüləcək. Ümid edirik ki, arılar qışdan çıxandan sonra itkiləri dolduracaq. Çünki arıçılıq elə bir təsərrüfat sahəsidir ki, bu itkiləri qısa müddətdə bərpa eləmək mümkündür. Yetər ki, bu xəstəliklərə qarşı lazımi tədbirlər həyata keçirə bilək. Arı ailələrini qorumaq həm də ekoloji tarazlığı saxlamaq üçün vacibdir. Çünki arılar bitkiləri tozlandırmaqla qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayırlar. Nuranə Tələt qızı, Şahnun Qasımova, ATV Xəbər.